xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Salam dəyərli izləyicilər. Bu videoda astrologiyada tez-tez adı çəkilən və yaxın dövrdə maddi baxımdan uğurlu ola biləcəyi deyilən 3 bürcdən danışacağıq. Qeyd edək ki, astrologiya elmi cəhətdən təsdiqlənmiş proqnoz üsulu deyil. Burada deyilənlər əyləncə və ümumi astroloji şərhlər xarakteri daşıyır. Hər bir insanın uğuru öz zəhmətindən, qərarlarından və imkanlarından asılıdır. İlk bürc buğadır. Astrologlar hesab edirlər ki, buğa bürcü səbirli, planlı və maliyyə məsələlərində ehtiyatlı davranışı ilə seçilir. Bəs bu xüsusiyyətlər onların gəlirlərini artırmasına kömək edə bilər. Yeni iş təklifləri, əlavə qazanc imkanları və uzun müddətli yatırımlar buğa bürcü üçün diqqət mərkəzində ola bilər. Ancaq uğur qazanmaq üçün düzgün plan qurmaq və tələskən qərarlardan uzaq durmaq vacibdir. İkinci bürc şirdir. Şir bürcü liderlik xüsusiyyətləri və cəsarəti ilə tanınır. Astroloji şərhlərə görə qarşıdakı dövrdə bəzi şirlər karyeralarında yüksəliş, maaş artımı və ya yeni biznes imkanları ilə qarşılaşa bilərlər. Onların özünəmə və təşəbbüskar davranışı diqqət çəkə bilər. Bununla yanaşı maliyyə uğurunun davamlı olması üçün gəlirləri düzgün idarə etmək və düşünülmüş qərarlar vermək mühüm rol oynayır. Üçüncü bürc isə oğlaqdır. Oğlaq bürcü çalışqanlığı, məsuliyyət hissi və uzun müddətli hədəflərə fokuslanması ilə tanınır. Astrologlar bildirirlər ki, səbir və davamlı zəhmət nəticəsində oğlaq bürcündən olan bəzi insanlar maddi vəziyyətlərini yaxşılaşdıra bilərlər. Xüsusilə yeni layihələr, peşəkar inkişaf və ağıllı maliyyə planlaması onların gələcəyinə müsbət təsir göstərə bilər. Unutmayaq ki, varlanmaq təkcə bürcdən asılı deyil. Təhsil, peşəkarlıq, zəhmət, düzgün maliyyə planlaması və fürsətləri vaxtında dəyərləndirmə uğurun əsas amillərindəndir. Bürc proqnozları yalnız motivasiya və əyləncə məqsədi daşıya bilər. Bəs siz hansı bürcdənsiniz? Sizcə uğur daha çox taledən gəlir, yoxsa zəhmətin nəticəsidir? Fikirlərinizi şərh bölməsində yazın. Videonu bəyəndinizsə paylaşmağı və kanala abunə olmağı unutmayın. Yeni maraqlı mövzularla yenidən görüşmək ümidi ilə sağ olun.